Johann Sebastian Bachın uşaqlığı həm istedadla, həm də çətinliklərlə dolu olmuşdur. O, 31 mart 1685-ci ildə Almaniyanın Eisenach şəhərində musiqiçi ailəsində anadan olmuşdu. Atası Johann Ambrosi Bach şəhər musiqiçisi idi və bir neçə musiqi alətində ifa eləyirdi. Bach uşaqlıqdan musiqi ilə əhatə olunmuşdu. Ailəsində demək olar ki, hamı musiqiçi idi. İlk musiqi təhsilini atasından alır. O, kiçik yaşlarından skripka, klavesin və arqan çalmağı öyrənirdi. Cəmi 9 yaşında olanda həm anasını, həm də atasını itirir. Bu, onun üçün böyük zərbə olur. Valideynlərinin ölümündən sonra Bach, böyük qardaşı Johann Christoph Bachın himayəsinə verilir. Qardaşı həm musiqiçi, həm də arqan ifaçısı idi və Sebastianın təhsilini davam etdirməsinə kömək edir. Qardaşının kitablarından gizlicə nota yazılarını köçürürmüş, çünki o kitablar onun üçün qiymətli idi və icazə verilmirdi. Gecələr şam işığında musiqi köçürərkən gözləri yorulur və görmə qabiliyyəti zəifləyir. Bu, sonralar onun həyatına təsir buraxır. Bach məktəbdə həm din, həm də musiqi fənlərində çox yaxşı idi. Uşaqlıqdan xor ifaçısı idi və səsi çox gözəl idi. 15 yaşında artıq Lüneburg şəhərindəki kilsə məktəbinə qəbul olunur və orada peşəkar musiqi biliklərini artırır. Uşaqlıqdan onda formalaşan xüsusiyyətlər səliqə, intizam və çalışqanlıq idi. Bunlar onun ailəsindən aldığı dəyərlər idi. Uşaqlıqdan dərin dini hisslər və musiqiyə ruhani yanaşma onun gələcək əsərlərinin əsasını qoydu. Bachın səsi gözəl olduğuna görə uşaq xorunda oxuyurdu. 14 yaşında o, Hamburg şəhəri yaxınlığındakı Lüneburg şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixail məktəbində təhsil almaq imkanı əldə edir. Təhsilini bitirəndən sonra o, musiqi ilə məşğul olmağa başlayır. 1708-ci ildə Bach Weimara gəlir və burada arqançı vəzifəsində çalışır. Weimar dövründə bəstəkarın ən gözəl arqan əsərləri yaranır. Bunlardan məşhuru Re minor takkata və fuqası, Do minor pasakalyası, Sol minor fantaziya və fuqası olaraq ifadə vasitələrinin harmonik dilinin zənginliyi ilə fərqlənirlər. Johann Sebastian Bachın yaradıcılıq fəaliyyətində arqan alətinin rolu çox böyük olmuşdu. Orqanist improvizator Bach məhz bu alət vasitəsilə tanınmağa başlamışdı. Bəstəkar bu alət üçün özünün ən iri və möhtəşəm əsərlərini yazıb yaratmışdı. Onun arqan yaradıcılığı Avropa musiqisi incəsənətinin bu növünün inkişafında kulminasiya nöqtəsini təşkil etmişdi və Bach arqan musiqisi sahəsində bu sənətin zəngin ənənələrini yekunlaşdıran ustad kimi çıxış etmişdir. Bəstəkarın arqan əsərləri içərisində həm silsilə təşkil edən preludiya, fantaziya, takkata və fuqaları, həm də bir hissəli əsərləri, yəni xoral prelüdləri daxildir. Xoral prelüdlərin musiqi əsasını protestant xoralı təşkil edir. Bu əsərlərdə insan, onun mənəviyyatı, sevinç və kədəri haqqında düşüncələri təcəssüm olunur. Onlarda həmçinin xalq hərəkatının mübariz, qəhrəmani ruhu da duyulur. Bach prelüdlərdə arqan alətinin gözəlliyi və rəngarəngliyini böyük ustalıqla verməyə nail olmuşdu. Xoral prelüdlər koloriti, zəngin melodiyası, registrlərin ifadəli qarşılaşdırılması ilə diqqəti cəlb edir. Fantaziya, takkata, prelüd və fuqalar isə Bach yaradıcılığının başqa obrazlar aləmini əks etdirir. Bir-birinə qarşı qoyulmuş hissələrdə sənətkarın ətraf aləmə münasibəti, coşqun hissləri açılıb göstərilir. Bu əsərlər içərisində xüsusilə La minor prelüd və fuqası, Sol minor fantaziya və fuqası, Re minor takkata və fuqası böyük şöhrət qazanmışdır. Re minor takkata və fuqasında Bayatı Şiraz muğamının intonasiyalarının bənzər cizgiləri eşidilir. Əsərdəki xromatik enişlər, dərin lirizm və dramatik gərginlik Bayatı Şiraz muğamının kədərli və fəlsəfi ovqatına çox bənzəyir. Xüsusən də takkata hissəsindəki rezonanslı arqan səsi və melodik enişlər Bayatı Şirazın zərif hüznünü xatırladır. Bachın ikinci yaradıcılıq dövrü 1717-23-cü illəri əhatə edir. Bu dövrdə o, Köten şəhərində yaşayır. Onun klavir və orkestr üçün əsərləri yaranır bu dövrdə. Klavir üçün yazılmış əsərlər Bach yaradıcılığının arqan yaradıcılığından sonra ikinci zirvəsi adlanır. Kötendə onun 15 iki səsli, 15 üç səsli invensiyaları, preambulaları, klavir üçün 6 fransız, 6 ingilis suitaları,
24 prelüt və fuqadan ibarət düzgün temperasiyalı klavir əsərinin birinci cildi, kamera orkestri üçün 6 Brandenburg konserti və sair əsərləri yazılmış olur. O, klavir musiqisinə bütün yaradıcılığı boyu müraciət etmiş, son dərəcə gözəl əsərlər yazmışdı. Bunlardan 48 prelüt və fuqadan ibarət düzgün temperasiyalı klavirin 2 cildini, 6 fransız, 6 ingilis suitalarını, İtalyan konsertini, 15 iki səsli və 15 üç səsli invensiyalarını, xromatik fantaziya və fuqa, 20 kiçik prelüda, takkataları və s. göstərmək olar. O, həmçinin klavir və orkestr üçün 7 konsert, 2 klavir və orkestr üçün 3 konsert, 3 klavirlə orkestr üçün 2 konsert, 4 klavirlə orkestr üçün konsert əsərlərini bəstələmişdir. Düzgün temperasiyalı klavir əsəri nəinki Bach yaradıcılığının, həmçinin bütün dünya musiqi ədəbiyyatının şah əsərlərindən biridir. Ludwig van Beethoven bu əsəri öyrənərkən onu özünün musiqi bibliası, onun müəllifini isə adının mənası çay olmasına baxmayaraq okean adlandırmışdı. Alman bəstəkarı Schumann isə həyatının ən çətin anlarında Bachın düzgün temperasiyalı klaviri ilə nicat tapdığını söyləmiş və bu əsəri özünün qrammatikası hesab eləmişdi. Bu əsəri yazmaqla Bach temperasiyalı quruluşun ton və yarımtonlar üzrə bütün tonallıqlarından istifadə etmək təcrübəsinin mümkünlüyünü həyata keçirmişdi. Bu əsərin yaranması 18-ci əsrin əvvəllərində Andreas Werkmeister'in klaviri təkmilləşdirməsi və temperasiyaya uğratması ilə bağlı oldu. O, bu əsərlə klavirdə ifa edən hər bir kəsin bütün 24 major və minor tonallıqları ilə tanış etməyi, qədim natural sistemdən fərqli olan yeni temperasiyalı sistemi göstərməyi qarşısına məqsəd qoymuşdu. Bachın düzgün temperasiyalı klavir əsəri özündə 48 prelüt və fuqanı cəmləşdirən 2 cilddən ibarətdir. Cildlərin hər birinə 24 prelüt və fuqa daxildir. Klavirin birinci cildi 1722-ci ildə Kötendə, ikinci cildi isə 1744-cü ildə Leipzigdə tamamlanmışdı. Prelüda və fuqalar 2 hissəli silsiləni təşkil edir və əsərdə prelüda fuqaya giriş rolunu oynayır. Prelüdalar improvizasiyalı, fuqalar isə ciddi üslubda yazılmışdı. Bachın prelüt və fuqaları istər məzmun, istərsə də musiqi materialı cəhətdən bir-birindən fərqlənsə də ümumi tonallıqda birləşirlər. Məsələn, do major prelüt və fuqası, do diez major prelüda və fuqası və s. Beləliklə, ardıcıl xromatik hərəkət major və minor ladının bütün diez və bemol tonallıqlarını əhatə eləyir. Bach bu əsərdə xüsusilə fuqa janrının imkanlarını nümayiş etdirmişdi. Fuqa latınca qaçış, təqib etmək deməkdir. 14-cü əsrdə fuqa caccia, 16-cı əsrdə kansona və ricercar adlanmışdı. Fuqa yalnız 17-ci əsrdə öz adı ilə qeyd edilmişdi. Bach düzgün temperasiyalı klavir əsərində 1-2 səsli, yəni mi minor, 2-5 səsli, do diez minor və si bemol minor fuqadan istifadə etmişdi. Qalan fuqalar isə 3 və 4 səslidirlər. Hər bir prelüt özünə məxsus struktura malikdir. Fuqa polifonik musiqinin ən əzəmətli, ən mürəkkəb formalarındandır. Mükəmməl klassik fuqa məhz Bach yaradıcılığında formalaşır. Fuqa əsasını mövzu təşkil edən çoxsəsli əsərdir. Fuqaların strukturu adətən 3 hissədən ibarət olur. Ekspozisiya, işlənmə, repriza. Fuqa italyanca qaçış, cəld axın deməkdir. Fuqanın əsas kompozisiya elementləri mövzu, cavab, əks quruluş, intermedia, strettadır. Bachın yaxşı temperasiyalı klavir əsərini Czerny, Busoni və Mugelli redaktə edirlər. 2021-ci ildə isə tərtibçi redaktorları Fərhad Bədəlbəyli və Tərlan Seyidov olur. Məşhur fransız bəstəkarı Charles Gounod Bachın do major prelüdünə vokal partiya əlavə edərək Ave Maria adlı vokal əsərini yaradır və bununla əsərin dini əsasını təsdiqləyir. Sevimli qardaşımın yola düşməsi münasibəti ilə Capriccio, Anna Magdalena Bachın not dəftəri, Wilhelm Friedman Bachın klavir kitabçası, xromatik fantaziya və fuqa. Fuqa incəsənəti 1749-cu ildə yazmağa başlayır, lakin bitirə bilməmiş, son fuqa tamamlanmamış qalmışdır.
Bütün yaradıcılığı boyu Bach suita janrı üzərində işləyərək bu janrın məzmununu dərinləşdirmiş, onun formasını təkmilləşdirmişdi. Bach klavir üçün 3 suita məcmuəsi yazmışdı. 6 fransız, 6 ingilis suitaları, 6 partita. Fransız və ingilis suitalarının adlarının mənası dəqiq müəyyən edilməyib. Belə bir fikir vardı ki, fransız suitasının adı onda fransız klavesinistlərinin ənənələrinin duyulduğu ilə, ingilis suitalarının adı isə onun naməlum ingilis vətəndaşının sifarişi üzrə yazıldığı ilə əlaqədardır. Fransız suitaları quruluşuna görə çox aydın və sadədir. Onlarda məişət musiqi formasına yaxınlıq aydın hiss edilir. Fransız suitalarında Bach məlum ənənəvi sxemi qoruyub saxlamışdı. 6 suitada allemanda ilə başlanır, onun ardınca kuranta və sarabanda verilir və məcmuə jiga ilə bitir. Bəstəkar eyni zamanda bir sıra digər rəqslərdən də istifadə edərək suitanı daha da zənginləşdirmişdi. Bunlar menuet, gavot, burre, polonez və s. Bach fransız suitalarına polifonik elementlər daxil edərək allemandanı prelüdə, jiganı fugaya yaxınlaşdırır. Allemanda 4 hissəli qədim alman rəqsidir. Kuranta cəld hərəkətli 3 hissəli fransız rəqsidir. Sarabanda 3 hissəli ağır, mülayim qədim ispan rəqsidir. Jiga 3 hissəli canlı qədim ingilis rəqsidir. İngilis suitalarından bəstəkar təzadlığın rolunu daha da artırır. Onlarda əsl virtuoz konsert üslubu yaradır. İngilis suitaları və partitalar girişlə başlanır və giriş improvizasiyalı xarakter daşıyır. Sarabanda silsilənin lirik mərkəzini təşkil edir. Bach uzun müddət klavir üçün solo konsert janrı üzərində çalışmış və bu janrın banisi olmuşdu. Bu İtalyan konsertidir. Bu konsertdə o İtalyan skripka ifaçılığı sənətinin bir sıra yaradıcılıq təcrübələrinə əsaslanaraq onlara xas üslublardan, məsələn, 3 hissəlilik, hissələrin tempin təzadlılığı və s. istifadə etmişdi. İtalyan konserti 3 hissədən ibarətdir. Birinci hissə allegro, fa major, ikinci hissə andante, re minor, üçüncü hissə presto, fa majordur. Əsərin şən, bayram əhval-ruhiyyəli kənar hissələrinə qarşı orta hissənin qəmli lirikası qoyulur. Bach klavir yaradıcılığında invensiya janrına da müraciət etmişdir. İnvensiya latınca kəşf etmək, ixtira etmək deməkdir. O invensiyalarını tələbələri üçün yazmışdı, xüsusilə oğlu Wilhelm Friedman üçün. Bəstəkar bu janrı fuqanı ifa etmək texnikasına yiyələnmək yolunda ilkin mərhələ kimi nəzərdə tutmuşdu. Belə ki, Bach öz invensiyalarını klavir məşğələlər, həmçinin polifonik improvizasiya üçün nümunə kimi şərh etmiş, eyni zamanda onu musiqi bəstələmək yolunda ilk yardım hesab etmişdi. Johann Sebastian Bach sərbəst polifonik üslubda yazılmış 30 invensiyanın müəllifidir. 2 dəftərdən ibarət olan invensiyalardan sayca 15 iki səsli piyesləri bəstəkar preambulalar, 15 üç səsli piyesləri isə öncə fantaziya, sonra onlarda tam akord səslənməsi alındığı üçün simfoniyalar adlandırmışdı. Bachın 3-cü yaradıcılıq dövrü 1723-50-ci illər arası Leipzigdə yaşadığı illər, vokal yaradıcılığı ilə məşğul olduğu dövrdür. Bach vokal musiqi sahəsində də böyük uğurlar qazanmışdı. Bu əsərlər xor, solist müğənnilər və orkestr üçün bəstələnmiş əsərlərdir. O, bu sahədə müxtəlif məzmunlu kantataların, messaların, iri həcmli vokal instrumental əsərlərin müəllifidir. Bəstəkarın vokal əsərlərinin əksəriyyəti dini mövzuya yazılmışdı. Lakin onlar həyatın realist təsviri, obrazların mənəvi zənginliyi cəhətdən kilsə çərçivəsindən kənara çıxırlar. Bachın vokal musiqi sahəsində ən kamil əsərləri Matfey əzabları və si minor messasıdır. Bu əsərlər onun vokal yaradıcılığının bütün nailiyyətlərini özündə cəmləşdirir. Messa dini nəğmələr məcmuəsidir. Onlar müəyyən ardıcıllıqla düzülərək latın dilində oxunurlar. Hər hissə öz adını duanın birinci kəlməsindən götürür. Birinci hissə Kyrie eleison, ilahi rəhmət. İkinci hissə Gloria, şərəf, şöhrət. Üçüncü hissə Credo, inam, inanıram. Dördüncü hissə Sanctus Benedictus, xeyir-dua. Beşinci hissə Agnus Dei, Allah bəndəsi. Bach katolik messasının hər hissəsinə yeni nömrələr daxil eləyərək onların sayını 24-ə çatdırmışdı. 15 xor, 6 aria və 3 duet.
Messa'nın obrazlar dairəsi son dərəcə rəngarəngdir. Burada güclü emosiyalar, kədər və ölüm, faciə və əzab, səadət və gözəl düşüncələr əks etdirilir. Si minor messası dünya musiqi mədəniyyətinin ən gözəl sənət nümunəsidir. Bəstəkar bu əsərdə dini janr və məzmundan istifadə etsə də, onun musiqisi əsl insani və real musiqidir. Matvey əzabları oratoriyası solist, xor və orkestr üçün yazılmış iri həcmli əsərdir. 78 nömrədən ibarət olan bu əsərdə 3 xor, 2 orkestr, 2 orqan və solistlər iştirak edir. Əsərin poetik məzmunu İncilə əsaslanaraq İsa'nın çarmıxa çəkilməzdən əvvəlki günlərini, onun əzab və ölümünü təsvir edir. Baxda bu sujet xalq epopeyasına çevrilir. Əsərin xorları, arya və xorallarında xalqın müxtəlif əhval-ruhiyyəsi, həyəcanları verilir. Bəstəkar əsərdə orkestra böyük yer vermişdi. Orkestr bütün hadisələrdə solist və xorlarla eyni səviyyədə çıxış edir. Əsərdə 2-4 səsli xor iştirak edir. 8 xoraldan istifadə olunur. Aryalarda da kapo reprizalı 3 hissəli forma özünü göstərir. Baxın vokal yaradıcılığına həm dini, həm də dünyəvi mövzuda yazılmış kantatalar da daxildir. Kantataların əksəriyyəti müəyyən hadisələr münasibəti ilə yazılmışdı. Belə kantataların mətni adətən bu və ya digər antik hekayələrə, allegoriyalara əsaslanaraq yüksək mənsəbə malik olan şəxslərə həsr olunur. Dünyəvi məzmunlu kantatalara sakit olmuş eol, kəndli, qəhvə, Feb və Pan mübahisəsi və sair misal göstərmək olar. Dini kantataların əksəriyyəti xor üçün yazılmış bir hissəli əsərlərdir. Bax, bu əsərlərdə müxtəlif recitativlər, ariyalar, ariozalar və xoral işləmələrdən istifadə eləmişdi. Onların orkestr müşayiəti də zəngindir. Baxın, orkestr əsərləri həcmcə o qədər də böyük deyil. Bura 6 Brandenburg konsertləri, 5 suita, skripka və klavir konsertləri daxildir. Bax, öz orkestr yaradıcılığından həm İtaliyada yaranan konsert janrına, həm də o dövr fransız bəstəkarlarının sevimli janrı olan suita janrına böyük maraq göstərmişdi. Hər iki janr bəstəkarın təfsirində Alman milli musiqi ənənələrinə uyğun xüsusiyyətlər əldə etmiş, eyni zamanda İtalyan və fransız ənənələrinə də əsaslanmışdı. Bütün orkestr suitaları təzadlı bölmələrdən ibarət böyük uvertura ilə başlanır. Onlarda 4 ənənəvi rəqslərlə yanaşı, fransız rəqsləri, məsələn, burre, qavot, menuet rəqsləri verilir. Bundan başqa bəzi suitalara proqramlı sərlövhə piyeslər daxildir. Məsələn, 2-ci suitadan Şutka piyesi, 4-cü suitadan Veseliye, 5-cidən Turnir və s. Bu piyeslərə fransız musiqisinə xas qalant stili, zəriflik xasdır. Bəstəkarın orkestr suitalarında lirik səhifələr də vardır. Məsələn, 3-cü suitadan Ariya. Johann Sebastian Bach musiqi tarixində ən böyük yenilikçi bəstəkarlardan biridir. Onun gətirdiyi yeniliklər həm barok musiqisinin inkişafına, həm də sonrakı nəsillərin bəstəkarlığına böyük təsir göstərmişdi. Bach kontrapunkt texnikasını mükəmməl şəkildə inkişaf etdirdi. Kontra qarşı, punkt, nöqtə, səs deməkdir. Yəni kontrapunkt səsin səsə qarşı qoyulması deməkdir. Musiqidə bir neçə müstəqil melodiyanın eyni anda səslənməsi prinsipinə əsaslanan yazı və düşüncə tərzi kontrapunkt üslubudur. Baxın, fuqalar, kanonlar və inversiyalar əsərlərində müxtəlif melodik xəttlərin eyni anda işləməsi aydın görünür. Bu, həm orkestr, həm də klaviatura musiqisi üçün yeni standartlar yaratdı. Baxın, ikinci gətirdiyi yenilik klaviatura texnikasının inkişafı oldu. O, fortepiano, klavesin və orqan üçün texniki imkanları genişləndirdi. Onun invensiya və simfoniya piyesləri tələbkar barmaq texnikası və melodik sərbəstlik təqdim edir. Bu yeniliklər gələcək klaviatura virtuozu və bəstəkarlarının əsərlərinə ilham verdi. Üçüncü gətirdiyi yenilik fəlsəfi dini ideyaları musiqidə ifadə etməsi idi. O, musiqidə yalnız forma və texnikaya deyil, həm də dərin mənəvi, dini və fəlsəfi ideyalara üstünlük verirdi. Matvey Passion, Yuxarı Süməra və digər dini əsərlərində musiqi vasitəsilə insan ruhunu ifadə etmək bacarığı yenilik idi.
Dördüncü etdiyi yenilik tonalitet və modulyasiya imkanlarını genişləndirmək oldu. Baxın əsərlərində modulyasiya və tonal rəngləmə çox zəngin və mürəkkəbdir. Onun yaxşı temperasiyalı klavir əsəri bütün tonallıqlarda yazılmış preludiyalar və fuqalardan ibarətdir. Bu klaviaturada temperasiya sistemi üçün böyük yenilik idi. Bu yeniliklər sonrakı nəsil bəstəkarlar üçün zəmin yaratdı. Xüsusilə də Mozart, Haydn, Beethoven və Liszt'in yaradıcılığında aydın görünür. Johann Sebastian Bach yaradıcılığı Alman musiqi tarixində ən parlaq səhifə olsa da, onun sağlığında həqiqi qiymətini ala bilməmişdi. 19-cu əsrin 20-ci illərində Mendelssohn'un rəhbərliyi ilə Matfey əzablarının ifa olunması, daha sonra Bach'ın ölümünün 100 illiyi ilə əlaqədar Leipzigdə Bach cəmiyyətinin yaradılması bəstəkarın zəngin irsinin öyrənilməsinə təkan vermiş oldu. Yəni Bach cəmiyyəti 1850-ci ildə ölümündən 100 il sonra yaradılır. Johann Sebastian Bach ömrünün son illərində Leipzigdə yaşayırdı və orada uzun illər Thomas kilsəsinin arqançısı və musiqi direktoru kimi çalışırdı. Son illərində gözləri zəifləyir, görmə qabiliyyəti azalır. 1749-cu ildə Bach göz əməliyyatı etdirir, amma əməliyyat uğursuz olur və görmə qabiliyyəti tamamilə itir. Sağlıq problemləri artdıqca musiqi fəaliyyəti də məhdudlaşır. 1750-ci ilin iyul ayında 65 yaşında Leipzigdə vəfat edir. Onun dəfni Leipzigdə Thomas kilsəsində keçirilmişdi. Bach'ın həyatı boyu yazdığı əsərlərin çoxu ölümündən sonra böyük əhəmiyyət qazanmışdı. Ölümündən sonra onun əsərləri yeni nəsil bəstəkarlar üçün ilham mənbəyi olmuş və barok musiqisinin zirvəsi kimi qiymətləndirilmişdir. Johann Sebastian Bach'ın ailəsi musiqi tarixində ən böyük musiqiçi nəsillərindən biri kimi tanınır. Onun ailəsi həm kökləri, həm də övladlarının istedadı ilə çox məşhurdur. Bachlar ailəsi 15-ci əsrdən bəri Almaniyada musiqi ilə məşğul olurdular. Ailənin bir çox üzvləri kilsə musiqiçiləri, xor rəhbərləri, arqançılar və bəstəkarlar idi. Demək olar ki, 200 ildən çox bu ailənin üzvləri musiqi sahəsində fəaliyyət göstəriblər. Bach 2 dəfə ailə həyatı qurmuşdu. Maria Barbara Bach onun birinci ailəsi, əmsi qızı idi. Onunla 1707-ci ildə evləndi. 7 uşaqları oldu, amma yalnız 4'ü sağ qaldı. Maria Barbara da musiqiçi idi və Sebastian'ın bəzi erkən əsərlərində ona kömək edirdi. 1720-ci ildə o qəflətən vəfat etdi. Bach ikinci dəfə Anna Magdalena Wilke Bach ilə 1721-ci ildə ailə həyatı qurdu. Anna Magdalena profesional soprano ifaçısı idi. Onlar birlikdə musiqi yazır, ifa edir və hətta not dəftərləri tərtib edirdilər. Anna Magdalena Bach'ın not dəftəri bu gün də məşhurdur. Onların 13 uşağı olub, lakin çoxu uşaq yaşında vəfat edib. Bach'ın ümumilikdə 20 övladı olub, lakin yalnız onu yetkin yaşa çatıb. Onlardan bir neçəsi atasının yolunu davam etdirib və məşhur bəstəkar olublar. Wilhelm Friedman Bach, Karl Philipp Emanuel Bach, Johann Christoph Friedrich Bach və Johann Christian Bach. Bunlar Bach'ın bəstəkar oğlanları olub. Bach çox ailəcanlı, dindar və məsuliyyətli insan idi. O uşaqlarına həm musiqini, həm də imanı öyrədirdi. Evində daim musiqi səslənirdi. Ailə üzvləri ilə birlikdə mahnılar oxuyur, musiqi ifa edirdilər. Həyatı boyu ailəsinə çox bağlı qalıb. Əsərlərinin bir çoxunu Tanrıya və ailəsinə minnətdarlıqla yazıb.